Yukarıkılık şeyimizin devam hürmetlik vatandaş bugün çislağ 2023 genç yıl 7. ayının 14. günü. Rədd qilishqi səpsətilərini rədd qilishqa onun üçün aşı qanunlaydı 2018 yıldaki qanunlaydı belgilengen rasxot və xiracətli sərf qilishqa hüquq verildi deydi. Devlet Meclisi Avam Palatası əzası Cemmek Kavran axbarat originalıdır mındaq görsətdi. Tibet bilen Cüngo oturusuzluğu toqunuşunu tinç yol bilen el qilish Devlet Meclisi'nin uzundan beri ki menfaatiga uyğun. Amerika hükümeti Cüngo əməldarlarının aldığın şart koymay söhbətini əsliga keltirişi izchil çaqırıq qilib keldi Amerika Devlet Meclisi ve Amerika. Cüngo dalaylamağı pisand qılmaydıqanlığını izchil davamlaştırdı. Dalaylamanı Cüngo közgi ilmidi izchil davamlaştırdı. Doğru. İzchil davamlaştırdı. Cüngo dalaylamağı pisand qılmaydıqanlığını izchil davamlaştırdı. Devlet Meclisi dişki partiya əzaları Amerikanın siyasətini xalqara qanunlarının üstüge qoyub, Cüngo'nun saxta uçurlarına taqabıl turğanda işke tərəf, yani Tibet, Cüngo söhbətinin aradaki toqunuşni əbdiga əl qilishni məqsəd qıldı. Dalaylama bilen Xitay, Tibet bilen Xitay oturusidagi toqunuşni əbədi həll qilishni məqsəd qıldı. Devlet Meclisi'nin qanun layihəsi bu qatım. Cemmek kavramını görsətdi. Cüngo Kompartiyası 1952 yılı Tibet'e təcavüz qılıb kirgəndən başlap Tibetlərini əzdi. Cüngo Kompartiyasının növbətdəki territoriyalarga təcavüz qilish, kişilik hüquq zo'ravonligi qilish uchun sahna hazırladı. Tibet xalqının erkinlikini tartib elib, Tibetlərinin tarixini özgərtib yazıb, Amerikanın qimmat qaraşları və Amerikanın bugünkü devlet bexatarligiga davamlı təhdid selish qorunda. Devlet Meclisi'nin bu işki nəfər azası, İşki partiyanın mənsublarının oturuq qoyğan qanun layihəsi Tibetlərinin özlərinin kəlgisini, özləri bəlgilişini kapaliyətki ilgi qılıb, Cüngo Kompartiyasının Tibetlərə zorvallıq qilishinin tarixi qanunluq ikənligi toğrusudaki səpsətələrini rədd qilishni asas bilen təminləydi bu qanun layihə. Xitayının səpsətələrini rədd qilishni asas bilen təminləydi bu qanun layihə. Endilikdə vətəndaşları deydiğinin başda etdim ki, sizgi bizgi Uygur'u Tibetlik münasibetlik liksiya bugünkü liksiya deyip hem de qarab durun. Bu 14. günü yukarı qanun layihə 14. günü Devlet Meclisi de oturuq qoyuldu. Yaki 13. günü qoyulğan bolsa 14. günü bizge yetip geldi. Endilikdə qarab durun. Cüngo da en zor məxfi vətənsiz şərtnamısı kim imza qoyğan? Mavzulu xəbər 7. ayının 14. günü Cüngoğa nəzər torbiyet edilan qılındı. Xəbər mundaq başlandı. Cüngo Sovet dostluq ittifaqdaşlıq şərtnamısıga Cüngo'nun vəziri Zhou Enlai imza qoydu. O 7. madda kelişim tüzgən iki devlet, yani Cüngo, Rusya, iki tərəf, yani Cüngo, Rusya, iki Mongoliya, Şincan, yani Uyguristan,
Şizang, yani Tibet qatarlıq ölkələrdə hər qaysı millətlərin xalq cumhuriyetini quruşuğa qoşuldu. Ularning mustaqil davlat quruşuğa ikki taraf, yani Rusiya bilan Jungo ortaq mas'ul bo'ladi. Shartnoma 1952 yıl 2. ayının 12. günü Moskvada imzalandı. Umumi 2 nusxa. Her bir nusxa oxşaşla Xitaycha, Rusça yazıldı. Kelishimnomaning 2 xil yezikda yezilgan nusxalari oxşaş köçkə ega. Cumhur Xalq Cumhuriyeti Merkezi Xalq Hökumətinin to'liq huquqli vakili Joylay imza. Sovet Sotsialistik Cumhuriyetler İttifaqı Oliy Mahkemesi Reisler Kabinetining to'liq huquqli vakili Andrey Yanaloyevich Vishnevskiy imza. Bu xabar, bu kelishimnoma 2022 yılı 7. ayının 14. günü Cumhur Nazar torbetida e'lon qilindi. Diqqat vatandaş. Bu Rus-Xitoy kelishimi shartnomasi ayni vaqtda imzolangan bugun 7. ayının 14. günü torbetida e'lon qilindi. Tibet to'g'risida o'ttirib qo'yilgan qonun loyihasi Davlat Majlisida o'ttirib qo'yildi. İkisi bir kun ichida o'ttirib qo'yildi. Davlat Majlisida o'ttirib qo'yilgan Amerika Qo'shma Shtatlarining aloqador taraflari tarafidan qo'yildi. Bu maqolaning Jungo Nazar torbeti, ya'ni Tayvanning torbetida e'lon qilinishi bu tasodif chiqma vatandoshlar. Muhokimada ko'raylik juma. Va oxirdan olib bitam. Kelishim imzolashga shu chaqda qatnashgan Stalin, Mao Zedong qatorliq 11 nafar ikki davlat rahbarlarining suratlari mushu xabar, mushu maqolaning bosh betonida berildi. Bu kelishim aslida maxfiy edi. 1950 yılı 7. ayının 16. günü bu kelishimni Amerika Tashqi siyosat ishxonasi New York shahrida butun dunyoga e'lon qildi. Vatandoshlar,